Amsterdamda vitrinlər var. Sən küçə ilə gedirsən, baxırsan burada paltar asılıb, burada çanta asılıb. Birdən görürsən ki, orada çılpaq bir qadın vitrində durub, bəlli qiyməti var və özünü satır. Və Harlemə gedirsən, Niderlandda, başqa bir şəhərdə, orada da eyni vəziyyət. Brüsselə getdim, orada da vitrinlərdə yenə də qadınlar durublar. Almaniyaya gedirsən, orada da durublar və sən orada bunlara bir aşağılayıcı bir formada baxa bilməzsən, deyirlər ki, bu da bir peşədir, bu qadın da alidir, bu qadın da yüksək dəyərə malikdir. Əslində bunlar yanlış bir sözdür. Adamı orada rəsmən satırlar və onu ovundururlar ki, sən alisən, sən kübarsan, sən zərifsən, sən dəyərlisən. Yəni qulun satışa çıxardılmış bir mal kimi, bir əşya kimi olan bir şəxsin necə aliliyindən, dəyərindən sən danışa bilərsən? Şəxsiyyəti satılmış bir insan fərq eləmir kişi olsun, qadın olsun. Sənin ali dəyərindən danışmaq olması yenə də quldarlıqdır da. Biz elə eramızdan əvvələ qayıtmışıq. Qadın azad deyil ki, qadın yenə də satılır. Bütün geyimlərin reklamı qadınlar üzərindən həyata keçirilir. İstənilən, şampun, yəni dərman, əşyaların güclü satışı qadınlar vasitəsilə. Hətta film sektorunda var. Deyir ki, rejissorlar özləri danışır. Deyir, bəlli saniyədə bir çılpaq qadın qoyursan, reyting qalxır. Ona razı olan qadın yenə də razıdır ki, istismar çarxında bir kölə rolunu oynasın.